Bu cərimələrdən toplanan vəsaitin yarısı hərbi qulluqçuların aylıq vəzifə maaşına əlavə ediləcək. Prezident İlham Əliyev hərbi vəzifə və hərbi xidmət haqqında qanuna edilən dəyişikliyi təsdiqləyən fərman imzalayıb. Əgər bu qanunun tələbləri pozularsa, tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50%-i hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavə ediləcək. Hərbi xidmətlərin ayrı-ayrı qolları var və bunların üzrə də qanun pozuntusunda cərimələr Milli Məclis tərəfindən müəyyən edilir. Həmin cərimənin bir hissəsi həmin Nazirliyin, xidmətin işçilərinin aylıq maaşına əlavə edilir. Hamısına yox. O sahələr ki, onlar onunla məşğul olur. Məsələn, hərbi bileti itməyə görə 200 manat cərimə tətbiq edilir. Bu 200 manat cərimənin hamısı büdcəyə keçmir. Müəyyən bir hissəsi həmin o hərbi səfərbərlik rayon şöbəsi işçilərinin əmək haqqına əlavə ediləcək.